Qubanın Yalavanç kəndində yaşayan fermer İldırım Məmmədov həyətində günəş panelləri qurub. Həyətindəki armaturları da elə o günəş panellərindən aldığı enerjidən istifadə etməklə kəsir. Qubalı fermerə günəş panellərini quraşdırmaq heç də ucuz başa gəlməyib. O, təsərrüfatında olan malqarasını satmaqla işə başlayıb. 40 baş mənim malım vardı. Mala ot yedirirdim, mənim yem yedirirdim. Ziyanla gedirdi də, ziyanla. Üstə gəldi 150 manat ayda işıq pulu və bunları satıb 30-35 min AZM pul əldə elədim və onları hamısı buna sərf elədim. Bu ziyanı bağladım. İldırım Məmmədovun həyətindəki panellərin enerji toplama gücü isə 10 kilovatdır. Bu ağırlı aparatur da bu 5 kilovatda invertordur. Bu da 5 kilovat. Bunlar cəmi 10 kilovat elektrik enerjisi istehsal edirlər. Bunlar bir-birinə deməli paralel qoşulublar. Növbə ilə işləyirlər və bu da onların akkumulyatorlardır. Bu akkumulyatorlar gündüz buraya enerji yığılır. Ehtiyac depodur da ambar, elektrik ambarıdır. Və gecə gün keçəndən sonra avtomatik bunlar keçir bu sistemə. Depodan istifadə edirlər. Hazırda isə onun həyətində 20 günəş paneli var. Gündüz günəşdən yığılan enerji sonradan təsərrüfatın ehtiyaclarını qarşılayır. Suvarma suyunu, nasoslarını bu işlədir. Məsələn, yem üyüdürəm, arpa üyüdürəm, buğda üyüdürəm, o bununla işləyir. Məsələn, hətta suvarka eləyirəm, bununla eləyirəm. Laqondana dəmir doğrayıram, bununla doğrayıram. Relslər də iri relslərdir, güclü. Onlar çox güclü, 230 volt verir bu. İldırım Məmmədovun təbiətdən enerji əldə etmək arzusu hələ uşaq vaxtlarından olub. Məktəbdə gördüyü sadə bir enerji həlli illər sonra onun əsas məqsədinə çevrilib. Doğulduğum kənd, yaşadığım kənd uzun müddət elektrik enerjisi olmayan bir yer idi. Uşaqlığım orada keçdi. Sonra mənim atam da məktəb direktördür. O vaxt bir pər getirmişdi küləklə enerji alan. Biz laboratoriya şəhərində iş görmək üçün dağ kəndi Buduqda. O elektrik enerjisindən istifadə edir və o məndə belə qıcıq yaratdı. Elə bir alt şuurumda bir şey qaldı məndə ki, belə bir şey çox yaxşı şeydir. Fermer düşünür ki, yerli istehsal gücləndirilməli, azad və sərfəli enerji həlləri ilə kəndlər öz gələcəyini qurmalıdır. Biz ama bu dəqiqə daşıyıb getirdiyimiz hamısı Kitay mallardır, yüksək qiymətə. Məsələn, oradan alırlar bunu 2500 AZN, burada getirib satırlar 7000, 8000 AZN. Bu bazarlar doludur. Ona görə bu da bizim əhalimizin rifahına pis təsir edir də. Gərək bizdə iş yerləri açılsın, belə şeylər istehsal olunsun və heç olmasa cəmaatımıza sataq. Siz gəzirsiniz bu kəndləri. Kəndlər gecə qaranlıqdır. Nə olar, hərə bir 2 dənə, 3 dənə panel qoysa, gecə bunlar özü avtomat yandırar, səhər də işıq açılan kimi söndürər. Kəndlərimizdə, ölkəmizdə yaşıl gələcəyi qurmaq həm də bizim öz əlimizdədir. Bütün kəndlərimizin bir gün bu işıqla aydınlanacağına ümid edək. Necə deyərlər, qoy həmişə günəş olsun.